Çinli bioloqlar gözləri zədələyən virus tapıblar suşilərin içində. Suşi və rol sevirsinizsə, sona qədər bizə baxın. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Heç bir yaxşılıq cəzasız qalmır. Təəssüflər olsun ki, bu deyimin gerçək olduğunu bir daha gördük. Ölkəmizdə çox az saylı uşaq radioloqlarından biri vəfat edib. Həm də öz pasiyentinin valideyni tərəfindən. Əlbəttə ki, bu hadisə kifayət qədər cəmiyyətimizdə olan boşluqların göstəricisidir. İstənilən halda insan həyatı ilə oynamaq günahdan da böyükdür. Daha böyük olmağı əlbəttə ki, vicdana dirənir. İstənilən halda həkimlərimizi qoruyaq. Çünki onlar övladlarımızın, valideynlərimizin canının keşiyində dayanır. Partlayışda yaralanan həkim vəfat edib. Aprelin 30-u Milli Onkologiya Mərkəzində baş verən partlayışda xəsarət alan həkim radioloq Asif Nəsirli vəfat edib. Bu haqda Səhiyyə Nazirliyi məlumat yayıb. Təbib rəhbərliyi və kollektivi mərhumun vəfatı ilə bağlı mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. Xatırladaq ki, həkim radioloq Asif Nəsirli 2008-ci ildən Milli Onkologiya Mərkəzinin şüa terapiyası şöbəsində və uşaq klinikasında radiasiya onkoloq vəzifəsində işləyib. Cənubi Koreyalı alimlər süni buynuz qişası yarada bilib. Bəli, böyrəkdən, ürəkdən ziyadə indi də gözlərimizin olan müxtəlif hissələri alimlər tərəfindən süni olaraq yaradılıb. Deyirsiniz ki, yaradıb nə ediblər? Dovşanın gözünə köçürdüblər və kifayət qədər də uğurlu bir sınaq olub. Detalları izləyək. 3D printerlə insan gözü üçün yeni buynuz qişa hazırlanıb. Cənubi Koreyada alimlər 3D çap texnologiyası ilə şəffaf və biouyğun süni buynuz qişa hazırlayıb. Layihə Pohang Elm və Texnologiya Universiteti tədqiqatçıları tərəfindən həyata keçirilib. Tədqiqatın nəticələri Biofabrication elmi jurnalında dərc olunub. Buynuz qişa gözün ön hissəsini qoruyan və görmək üçün vacib rol oynayan nazik təbəqədir. Onun zədələnməsi ciddi görmə itkisinə səbəb olur və hazırda əsas müalicə üsulu transplantasiyadır. Lakin Cənubi Koreyada buynuz qişa transplantasiya üçün orta gözləmə müddəti təxminən 6 il təşkil edir. Tədqiqatçılar hüceyrədən kənar matriks və kök hüceyrələri birləşdirərək xüsusi canlı hüceyrələr hazırlayıb və onu 3D printer vasitəsilə çap edib. Çap zamanı yaranan mexaniki gərginlik liflərin düzgün düzülməsinə imkan yaradaraq şəffaf kollagen şəbəkə strukturu formalaşdırıb. Eksperiment zamanı süni buynuz qişa dovşan gözünə köçürülüb və 4 həftə ərzində insan buynuz qişasına bənzər şəffaflıq əldə edib. Alimlərin sözlərinə görə bu texnologiya gələcəkdə kornea transplantasiyası gözləyən milyonlarla insana ümid verə bilər. Bir gün səhər yuxudan durub görsəz ki, getdikcə dəriniz qaralır, hətta o qədər qaralmısınız ki, elə bil bu dəqiqə saləridən çıxmısınız, bilin ki, kökü həddindən artıq ya çox yeyirsiniz, ya da kök şirəsi həddindən artıq çox içirsiniz. Ölkəmizdəki endokrinoloqlardan birinin çox maraqlı bir pasiyenti var, onu sizin üçün çəkib hazırlamışıq. Xanım hər gün səhər 400 milliqram kök sopu içirmiş. Nəticə etibarilə bir gün görüb ki, dərisi qapqara olub. Maraqlı xəbərdir, baxaq. Hər gün 400 milli kök şirəsi qəbul edən pasiyentin dərisində qeyri-adi qaralma müşahidə olunub. Bakı xəstəxanalarından birində unikal hadisə yaşanıb. Pasiyent günü-gündən qaralmağa başlayıb. Qaralmanın səbəbini heç cür anlamayıb və həkimə müraciət edib. Endokrinoloq Vəfa Kərimova analizlərinin verilməsini xahiş edib. Analizlərdə xəstənin sağlamlığında heç bir problem aşkar edilməyib. Bir müddətdən sonra toplanan ümumi anamnez nəticəsində məlum olub ki, xəstə 1 ildən çoxdur ki, hər gün 400 milli kök şirəsi içirmiş və həkim güman edir ki, bu qaralmanın səbəbi kökdür. Bu hadisə ilk baxışda qəribə səslənsə də, tibbdə izahı olunan vəziyyətdir. 2 gün bundan əvvəl axşam Könül xanım mənə zəng elədi və öz şikayətlərini dedi ki, Vəfa xanım, mən son vaxtlar qaralmağa başlayıram, rəngim tündləşir, köp olur, halsızam, özümü yaxşı hiss eləmirəm. Əvvəllər Könül xanım tirotoksikozdan əziyyət çəkib və şükür Allaha ki, çox qısa kursla tirotoksikozdan Könül xanımı zəhəri zobdan müalicə elədik. İllərdir ki, çox yaxşı idi, heç bir şikayəti yox idi.
İndi isə ilk şikayəti qaralma olduğuna görə bu məni çox narahat elədi. Klinikaya dəvət etdim, gəldi. Bütün hormonal panelini yoxladıq, kortizolunu yoxladıq, qanın analizini yoxladıq, ultrasəs müayinə oldu və analizlərində heç bir şey çıxmadı. Demək olar ki, Könül xanımın bir ultrasəs müayinəsində yüngülvari köpü var, başqa heç bir əllə tutulacaq bir şey olmadı. Anamnez toplayarkən Könül xanım mənə bildirdi ki, Vəfa xanım, mən bir ildən artıqdır ki, hər gün 400 mg-a yaxın kök soku içirəm. Bunu vərdiş halına almışam, hər gün 400 mg sok içirəm. Düzdür, mənim praktikamda belə bir şey olmayıb ki, bir xəstə, bir insan hər gün kök soku içsin, uzun müddət belə bir vərdiş halına alınsın. Amma fikirləşirəm ki, əgər analizlərimizdə bir şey yoxdur, kortizolu tamamilə normadadır, natri, kali balansı tamamilə normadadır, bu Addison xəstəliyi %100 deyil. İndi bir müddət gözləyəcəyik, görək bunun səbəbi inşallah ki, öz-özündən bu qaralma, bu saralma öz-özündən keçib gedəcək. Pasiyentin dərisinin tədricən qaralması böyük ehtimalla karotenemiya adlanan hal ilə bağlıdır. Bu vəziyyət xüsusilə kök kimi beta-karotenlə zəngin qidaların həddindən artıq qəbulu zamanı yaranır. Kökün tərkibində olan beta-karoten orqanizmdə A vitamininə çevrilir. Amma uzun müddət yüksək miqdarda qəbul edildikdə bu maddə dəridə toplanır və nəticədə dəri sarımtıl və ya narıncı qəhvəyi rəngi alır. Xüsusilə ovuc içləri və ayaq altlarında daha çox nəzərə çarpır deyə həkim vurğulayıb. Sushi, rol sevirsinizsə diqqətlə izləyin. Çünki sizə pis xəbərim var. Hər zaman yaxşı xəbər verməyəcəm ki. Məsələ burasındadır ki, Çinli alimlər sushi və rolların tərkibində insanın göz təzyiqini qaldıran, hətta gözdə irin çirk yaradan xüsusi viruslar aşkarlayıblar. Yəni, bu qidaları sevirsinizsə, onu yeyəndən sonra gözünüzdə narahatlıq varsa, təcili həkimə müraciət edin. Dəniz məhsullarında təhlükəli virus aşkarlanıb. Çinli bioloqlar sushi və rollarda istifadə olunan dəniz məhsullarında yeni virus aşkarlayıb. Bu barədə məqalə Nature Microbiology elmi jurnalında dərc olunub. Tədqiqatın nəticələrinə görə bu virus krevet və balıq vasitəsilə insan orqanizminə keçir. Alimlərə görə yoluxan şəxslərin 70%-dən çoxunda davamlı göz hipertenziyası qeydə alınıb. Bu vəziyyət göz daxilində təzyiqin artmasına və güclü iltihaba səbəb olaraq görmə itkisinə qədər aparıb çıxarır. Yeni araşdırmalar virusun mutasiyaya uğradığını və artıq insanlara da keçə biləcəyini ortaya qoyub. Mütəxəssislər bildirib ki, çiy və ya kifayət qədər bişməmiş dəniz məhsullarının qəbulu riski artırır. Bu səbəbdən sushi, rol və az duzlanmış balıq sevənlərə diqqətli olmaq tövsiyə olunur. Ana südü ilə çörəyi eyniləşdirənlər var. Çünki bəzi kiflənmiş çörəklərin ana südü qədər insan orqanizminə xeyir olduğu bildirilir. Alimlər isə sosial şəbəkədə son zamanlar gündəm olan bu mətləbi araşdırıblar və detallı tədqiqatdan sonra məlum olub ki, nə məlum olub bilmək istəyirsinizsə, Kəmal Osmanovanı dinləyin. Ana südü ilə müqayisə edilən çörək. Sosial şəbəkələrdə təbii mayalı çörəyin təsiri ana südü ilə müqayisə edilir. Lakin mütəxəssislər bu yanaşmanın elmi baxımdan düzgün olmadığını bildirib. Araşdırma PLOS ONE jurnalında dərc olunub. Tədqiqatda Lactobacillus reuteri adlı bakteriyanın immun sistemə və iltihabi proseslərə təsiri öyrənilib. Alimlər bu bakteriyanın sinir sistemi vasitəsilə oksitosin hormonunun ifrazını artıraraq iltihabı azalda biləcəyini qeyd edib. Ancaq vacib məqam ondan ibarətdir ki, bu nəticələr əsasən heyvanlar üzərində aparılan təcrübələrə əsaslanır və insan orqanizmi üçün tam təsdiqlənməyib. Bundan əlavə qeyd olunan bakteriya hər təbii mayalı çörəkdə olmur və bişirmə prosesi zamanı mikroorqanizmlərin bir hissəsi məhv olur. Fermentasiya prosesi çörəyin qida dəyərini artırır, fitin turşusunu azaldır və mineralların mənimsənilməsini yaxşılaşdırır. Bu səbəbdən təbii mayalı çörək həzm sistemi üçün daha uyğun alternativ sayılır. Nəticə etibarilə bu çörək növü nə ana südü kimi immuniteti qoruyan vasitə, nə də müalicə üsuludur. Bu sadəcə daha təbii və nisbətən faydalı qida seçimidir.
Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tip xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.